Salam, gün ortası xeyir olsun. 26 aprel 2026-cı il tarixidir. Yaz fəslinin 38-ci günü, Zülqədə ayının 9-cu günüdür və aprel ayının son həftəsinin son istirahət günlərindən biri olan, deməli, bazar 7-ci günüdür. Hər birimizə gözəl bir gün keçirməyə arzu edirəm və bugün istirahət günü olmağına baxmayaraq iş arxasınca gedən, iş yerlərində, ofislərində, işləri ilə məşğul olan, eləcə də evlərində, işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş avadlığı, bol bərəkət ruzili bir gün keçirməyi arzu edirəm. Bununla yanaşı, bazar günü olmağına baxmayaraq, təhsili ilə məşğul olanlar var. Məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digərləri hər birinə can sağlığı, zehin açıqlığı, iş avadlığı arzu edirəm. Hər birinə qarşılarına qoyduqları məqsədlərə, hədəflərə yetişərək, həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı 26 aprel günündə kimlərin rəhmətə gedən var, Allahdan rəhmət, səbir diləyirəm. 26 aprel günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. 26 aprel günündə bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskərlərimizə, Azərbaycan ordusunu salamlayıram. Gözəl bir gün keçirmələrini arzu edirəm. Və bununla yanaşı 26 aprel günündə kimlər ad gününü, şad gününü qeyd edir, hər birinə can sağlığı arzulayıram və hər birini bu münasibətlə təbrik etmiş oluram. 26 aprel günündə də tarixi günlər vardı. 26 aprel 1937-ci ildə İspaniya vətəndaş müharibəsində Nasis Almaniyasının Kendor legionu Gernika şəhərini bombaladığı gündür. 26 aprel 1964-cü ildə Tanganika və Zanzibarın birləşməsi nəticəsində Tanzaniya Respublikası yarandığı gündür. 26 aprel günündə 1966-cı ildə 8 bal gücündə baş verən zəlzələ nəticəsində Daşkənd şəhəri viran olduğu gündür. 26 aprel günündə 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış baş verdiyi gündür və bu gündə kimlər deməli bu partlayışda həlak olmuşlar. Azərbaycanlılarımız da var burada. Allahdan rəhmət diləyirəm və bu partlayışdan xəsarət alanlara və hələ də əziyyət çəkən insanlar var. Onlara da şəfa diləyirəm. Bununla yanaşı 26 aprel 1994-cü ildə Çin aviaşirkətinə aid sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 264 nəfər həyatını itirdiyi gündür. 26 aprel 2000-ci ildə Andorra milli futbol yığmasının tarixində ilk deməli Belarus yığması üzərində qələbə qazandığı gündür. 26 aprel 2007-ci ildə Pekində Olimpiya oyunlarında məşəl yandırıldığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.